Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərimiz, hər birini salamlayırıq. Son aylardır ki, Ramil doktoru ciddən bir valideyn kimi narahat edən bir mövzu var. Bu mövzu uşaqlarda, onu da ki, Ramil doktor izah eləsin. Deməli, son zamanlar bizdə adenoid vegetasiyası 3-cü, 4-cü dərəcə daha çox müraciət edir xəstələr. Yəni, bu xəstələr gələndə mən soruşuram ki, konsultasiya olunmuşsuz hər hansı bir həkim tərəfindən. Dəfələrlə deyirlər, bəli, poliklinikada pediatrlar baxır falan. Yəni, mənim bir dənə əsas bu dəqiqə bizim narahatçılığımız nədəndir? Uşaqlar gedir poliklinikaya, poliklinikada pediatrlar. Təbii ki, onlar da bizim əməkdaşlardır, iş yoldaşlarımızdır. Bunlar gedirlər pediatr yanına. Pediatr birbaşa uşaqda baxır ki, hə, adenoid vegetasiyası var, üst çana quruluşunda habitus adenoid yaranıb, göndərirlər birbaşa stomatoloqlara. Əksinə belə olmamalıdır. Birinci növbədə yaxınınızda olan lor həkiminə göstərməlisiniz bunu. Bəzən görürsən ki, birinci dərəcə adenoid müalicə olunur, onu müalicə edə bilərsiniz, amma ikinci, üçüncü, dördüncü bəzi ədəbiyyatlar verdiyi kimi bunlar müalicə olunmur. Onlar yəni birbaşa əməliyyat olunub, sonra göndərilməlidir stomatoloqa. Niyə? Çünki stomatoloq düşünür ki, pediatr göndərib, deməli burada əməliyyatlıq bir şey yoxdur. Götürürlər müəyyən yaşlara kimi plastinka və yaxud da breket yığırlar. Bir ildən sonra yenə də proses təzədən qayıdır. Yenə də həmin o plastinka və yaxud da breket çıxandan sonra xəstənin üst çana quruluşunda deformasiya təzədən dalar qayıdır. Ona görə də mən xahiş eləyərdim ki, pediatrlardan uşaqları müayinə eləyəndə birinci növbədə həmən poliklinikada və yaxud da yaxındakı xəstəxanada olan lor həkimlərinə göndərsinlər, onlar baxsınlar. Əgər özləri qərar versələr, hə, getsin stomatoloqa. Əks təqdirdə bunun qaydasını sanıb sonra göndərmək lazımdır. Yəni birinci, uşaq adenoid sifətə çevrilirsə, yəni uşağın simasında dişlərdir, çənə quruşu dəyişilirsə, bunu promoy stomatoloq yanına və yaxud da ağız üst çənə cərrahına yox, yaxınlıqdakı ərazidəki lor həkimi. Ümumiyyətlə, məsələn, stomatoloqlar var ki, məsələn, bəzən görürsən ki, məsələn, xəstə gedir onların yanına, deyir ki, yox, mən sizə heç bir şey deyə bilmərəm, gedim lor həkiminin yanına, lor həkimi baxsın, qaydasına salsın, burun tənəffüsü, sonra gəlin bizim yanımıza. Ən düzgün yol budur. Yəni burun tənəffüsünü yola saldıqdan sonra getmək lazımdır. Burun bərpa olunur, sonra stomatoloq yanına. Yoxsa xəstə gəlir, 15 yaşı var, habitus adenoid var, üst çənə quruluşuna deformasiya, dişlər əyri-əyri. Bu vəziyyətə çatdırmaq lazım deyil. Sağ olasın.